biz iki şeyi birbirinden ayırmalıyıq. Birincisi elm ve agahlıqdır. İkincisi ise baxışdır, zehniyyətdir. Elmdən də mühüm olan budur ki, biz hadisələrə, insanlara, varlıqlara hansı bucaqdan baxırıq. Elm bizə sırf məlumat verir. Elmin işi, elm yəni məlumatların toplusu. Elm bizə məlumat verir və biz o məlumatları təhlil edib özümüz zehniyyət formalaşdırırıq. Müxtəlif məsələlərlə bağlı. Biz özümüz haqqında və başqaları haqqında nəyisə təhlil edərkən, özümüzə və başqalarına qiymət verərkən, onun elmindən daha çox onun hər şeyi necə görməsinə fikir verməliyik. Nəyi görür yox, nəyi bilir yox, necə görür. Bu olduqca mühüm mövzudur. Bilmək və görmək çox fərqli məsələlərdir. Çox kəskin fərq var, əhəmiyyət baxımından da. Bilmək və görmək. Biz bu cümlələrdə görmək haqqında danışdıq, baxış, zehniyyət haqqında danışdıq. Bəsər görməkdir. Bəsirət düzgün görmək, düzgün baxış. Hər şeyi düzgün görmək. İnsan üçün mühüm olan düzgün baxışa sahib olmaqdır. Düzgün baxışa sahib olmaq dərindən baxmaqdır, müsbət baxmaqdır, yuxarıdan baxmaqdır. İnsan yuxarıdan hər şeyə baxdıqca özü də böyüyür və baxışı da dərinləşir, zənginləşir. Ona görə bunu yadda saxlayın ki, bizim dinimizə, dinin yanaşma ilə biz məsələlərə yanaşsaq, din üçün mühüm olan bilməkdən daha çox necə görməkdir. İndiyə qədər elmin fəziləti haqqında nə qədər hədislər eşitmişsiniz? Quranda da var, həl yəstəvillezine ya'lemune vellezine la ya'lemun. Bilənlərlə bilməyənlər eyni ola bilərmi, eynidirmi? Elmin fəziləti üstünlüyü haqqında kifayət qədər hədislər eşitmişsiniz. Elmin üstünlüyü haqqında hədisdən də əlavə bəllidir ki, elm bir dəyərdir. Onlar hamısı öz yerində qalsın. Bütün eşitdiklərimiz, bildiklərimiz öz yerində qalsın. Amma yenə də baxışla elmi müqayisə eləyəndə olduqca müqayisə olunmaz dərəcədə yəni böyük fərq var. Baxışın dəyəri elmdən qat-qat çoxdur. Düz baxmaq. Bilməkdən çox önəmlidir. Bilmək nə qədər önəmlidir? Alimin qapısına baxmaq ibadətdir. Bilən adamın. Amma bilməkdən çox önəmli düz baxmaq, düz görməkdir. Bəsirətsiz elmi Quran bilirsiniz nə qədər təhqir eləyir. Cümə surəsindəki hər cümədə olmasa cümə namazlarında oxuyuruq. Bilən, çox bilən, amma düz baxmayan adamlara belə bir misal çəkir ki, kəməsəlil himar yahmilu əsfara. Onların misalı, üzr istəyirəm də Quranın sözüdür. Kitabla yüklənmiş uzunqulaq misalıdır. Kitabla yüklənmiş uzunqulağa nə qədər kitab yüklə, mərifəti artacaq? Xeyr. Bəziləri məlumatı çox ola bilər, amma bu məlumatı təhlil edib düzgün nəticəyə gəlmirsə, baxışı düz deyilsə, Quran buyurur kəməsəlil himar. Bunlar uzunqulaq kimidir, kitabla yüklənib sadəcə. Başqa uzunqulaqlardan fərqi budur ki, bunun belində kitab var, vəssalam. Amma mahiyyəti elə həmin mahiyyətdir. Çox önəmli bir mövzuydu bəsirət mövzusu ki, bugün o mövzunu tamamlayırıq. İnsanın bir şeyə, hər şeyə baxışı düzdürsə ona bəsirət deyirlər. Və bəsirətdə adamın qiyməti çoxdur. İnsanın nəyə, necə baxması çox mühüm məsələdir. Baxışımızın səmti, bəsirətimiz, necə görməyimiz bizim səviyyə göstəricimizdir.